Lənkəranda ailənin 10-cu uşağı doğulub. Doğru xəbər Azərbaycan APA TV istinadən xəbər verir ki, rayonun Sinovli kənd sakini 45 yaşlı Samirə Mehrəliyeva 10-cu uşağını dünyaya gətirib. Lənkəran regional perinatal mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır. Qeyd edək ki, 26 ildir ailə quran ailənin 10 uşağından 7-si qız, 3-ü oğlandır. Qızlardan 5-i artıq ailə qurub. Samirə Mehrəliyevanın 8 nəvəsi var. A Taksi Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib. Bankeras xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini AZ 1025 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər. Məlumat üçün qeyd edək ki, Məhdud Məsuliyyətli Cəmiyyət 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Elmixan Mehdiyevdir. Salyanda həkimin ölümü ilə nəticələnən ağır qəza baş verib. Hadisə rayonun Qırmızı kənd kəndində qeydə alınıb. Belə ki, Salyan sakini 73 yaşlı Yaşar Kərimov idarəetdiyi minik avtomobilini yaşadığı evin yaxınlığında olarkən kanala aşırıb. O hadisə yerində həyatını itirib. Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonlar arası psixiatriya xəstəxanasının baş həkimi vəzifəsində işləyib. Faktla bağlı araşdırma aparılır. Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə ötən gecə saat 02:30 radələrində qeydə alınıb. Gəncə şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə 2010-cu il təvəllüdlü oğlan xəstəxananın nəzdində olan uşaq xəstəxanasına hospitalizasiya olunub. Sarğı nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, APA hadisənin şəhər ərazisində yerləşən orta məktəblərdən birinin qarşısında qeydə alındığını yazıb. Gəncədə eyni zamanda 35 yaşlı qadın yaşadığı evdə ölü vəziyyətdə tapılıb. Belə ki, şəhər sakini Zeynalovanın meyidi qohumları tərəfindən aşkarlanıb. Hadisə və ölüm faktı ilə bağlı araşdırma işlərinə başlanılıb.